Herkese selam dostlar, ben Farid. Bu sizlerle beraber bildiğiniz gibi artık kanalıma çok uzundur video gelmiyor. Bunun sebebini de size göstereceğim. Bu binayı bilirsiniz mi, bilmirsiniz mi? Adından çıkıp teze binalar eləmişəm. Bunun biraz mərtəbəsini büyütmüşəm. 2 mərtəbə eləmişəm. 14'ü 2 keçib və binalarımızın elədiyi olur. Burada zapravkamız var. Burada təzə bina var. Artıq pist tamamlanıb, yəni nə bilim təyyarə yol olmadı desəm Allah bilər amma neyse. Artıq təyyarə samolyot eləmişik. Pəncərəsini qoymamışıq. Hə, qoymuşuq. Və dostlar, mınqır. Bu binayı xara edib qutarmadım. Ən çox binadır. Ən çox bina nədir? Ən çox azət verəcək bina olacaq. Görmeyenler için de deyirəm. Bunlara mən qoymuşam. Normalde torpaq vardı burada. Bax torpaq vardı. O torpaq suyu kirlənir. Ona göre mən də o yerine qum qoydum. Ve suyun rengi biraz açıldı. Hem de balıklar çok buradan hərlənir. Ben anlamsız bir de ruh hastası olduğum için böyle eləyəm. Burada da tamam, bura bataqlıq idi. Artıq bura təmiz bir yer olacaq. Bu qədər böyüdə bildim şəhəri. Bugün də nə eləyəcək deyirsinizsə, bina eləməyəcək. Amma bir sonraki bölümdə, bir sonraki videoda yəqin ki bu binanın mərtəbə eləyərik. Belə bu neçə mərtəbədir? 2, 4, 6 mərtəbə. Burada bir 10 mərtəbə eləsəm yaxşı olar. Burada şimdi 10 mərtəbə eləyərik. Və bir dənə də yer var. Tasahur. Buraya raftarda mən beynimi çürüdüm, az qalır. Mən beynimi çürüdüm. Burada da restoran var. Burada döner alıp burada otururlar, yerler. Hayda. Döner olsaydı da yeseydik. Burada AVM var. Hala bu kurtarmıyor. Ama içindeki eşyalar var. Birinci mərtəbəni kurtarmışam. Bu dağlar çok boş kaldı. Ona göre bu dağlara dağ evi eləyəcək. Dağ malikanəsi mi desem. Bilmirəm ama. Belə malikanenin ayağı olacaq. Belə buradan yapışdıracaq. Elə olacaq. Və ən böyük dağı eləyəcək bunun qəşəng tərəfi. Binalardan da yüksək dağ olsaydı eləyərdim, amma yoxdur. Ən böyük bina mənim en büyük gördüğüm dağ buradır. Deməli. Bir daha dostlar ayaklarını elədim. Ama nəsə takik eləyirəm. Ben de bu hadisə halaq baş verdi, neyse. Evin ayakları böyle olacaq. Üstünü taxta ilə bağlayacağım. Hər şey bunu biraz balacalaşdıraq. Hə. Taxta qoyacaq vəfşi. Ancaq nə var, yox.
kvars bloklarına eləyəcəm. Ağlama əla bir tasarım gəldi. Əlbəttə ki, şəhərin parlaq olması üçün bu quş ağaçları taxtası mənə lazımdır. Yaşıl bina bulutlar da kesimi. Bu bulutları silmek olsaydı silerdim. Buraya artık satacak. Banka denemek lazım hazırlı şehre. Bak oyunda yazmış. Banka. Banka vacipti. En bazı şehirlerde bile banka oluyor. Ama belki ultra büyük değil. Ama yoksa mikropaneller büyük değil. Ama ev yoktu. Bakın. İndi o dediyim tasarım edəcəm. Bundan istifadə etsən yaxşı görünər. Açıq ağ rəng yoxdur burada. Dostlar bax belə bir tasarım edək. İndi çirkin bir şeyə oxşayır amma son halde görəndə wow! Yəni neyse. Şaşırasız. Ağzı açıq qalacaq. Burada çıxıb da şəhərimizə baxacaq. Biraz balaca olan ev yoktu. Onun için ilk dağına gidelim. Böyle göz yesin. Dostlar istiyorsanız hemen şəhərimə gələ bilərsiniz. Onu icazə verirəm. CD benim videoda göstereceğim. Ta hassasa videoda. Turuncu binayı eləyəndə ve yəqin ki turuncu binayı eləyəndə CD göstermişəm. Arkadaşlar modunu açın, gəlin. Gəlin şəhərə beraber böyüdük. Tamam dostlar. Biraz çirkin bir şey okşadı bildim.
Çıx qoyma. Ne kadar balaca dağ oldu. Burada indi plakən eləyib gəldim. Hadi sonra plakəni elədim artıq. Yolda boş eləməmişim ha. Böyle dayanmadan çıkacak. O da arkada hava. Yola açtık. Neyse da. Bunu da bitirdik. Dostlar videoyu sağlandırmadan birincisi videoyu sağlandırmam için şey bir tane sebep var. Bunu göstermezsem içimde kalar, içimde elə pis kalar. Canım ne geçeydi sakitçedir. Müqəddəs qoyundu bu. Əlbəttə rahat yazsan da buna. Ona rahat dayamayassan da kimi rahat yazsan. Deməli. Müqəddəs qoyun. Neyse dostlar. Videoyu bu gözəl mənzərənin qabağını da sağlandırmaq istəyirəm. Sağdan videolar çıxıb onları izləyin unutmayın. Sağ olun, salamat qalın.